Salam hər kəs dostlar, bu videoda çox sadə bir yolla ən azı 15 dollar qazanmaq, yəni ən azı deyirəm, risksiz demək olar ki, qazanmağın yolunu göstərəcəm. Burada Binance birjasında hal-hazırda kampaniya keçirilir. Sırf mənim referral linkimdədir bu. Siz əgər referral linksiz qeydiyyat keçsiniz, bu kampaniyaya qoşula bilməyəcəksiniz. Bunu yəni nəzərə alın. Sırf mənim referral linkimlə qeydiyyat keçən, yəni burada sign up düyməsini zaten vurduqda siz qeydiyyat səhifəsinə sizi yönəldəcək və yaxud mobil telefondan da olsa olur həmçinin. Mütləq şəkildə nəzarət eləyin ki, baxın sizdə burada sizi dəvət edən yerində bizim Earn 20 kodu olsun. Təbii ki, mobil telefonla da qeydiyyat keçəndə zaten referral kod istəyirsə sizdən həmin yerə Earn 20 mütləq yazın. Başqa referral kodla qoşulsanız bu alınmayacaq. Çünki sırf mənim referallarıma ekskluziv olaraq kampaniyalardan biridir bu. Binance birjası belə bir kampaniya təşkil eləyib. Yəni mən və digər belə deyək, afiliatlarda var bu status. 17 sentyabracan bizdə bu davam eləyir. Trade and Earn adlanır və biz ən aşağısı, yəni 15 dollar qazana bilərik. Bu necədir? Hal-hazırda burada görürsünüz, bax belə bir baraban var. Harada ki biz Go düyməsini vuracağıq. Bu Go düyməsini də vurmaq üçün bizə şanslar lazımdır. Bu şansları da əldə etmək üçün bizə 3 dənə task verir. Biri deyir ki, ilk spot trade və elə 300 dollarlıq ən aşağısı həcm. Yəni sən 20 dollar balansa atıb bir neçə dəfə alver eləyib 300 dollar həcm eləyə bilərsən. Və deyir ki, ilk futures trade elə iləndir 1000 dollar həcm. Bu da çox asandır. 20 dollarla, yəni də deyirəm, həmin 20 dollarla həcm eləyib 1000 dollar həcm eləmək heç nədir. Çətin bir şey yoxdur. Sadəcə olaraq, yəni məsələn 20 dollar 10x falan açırsan, bağlayırsan, bir dəfə, 2 dəfə səhv eləmirəmsə, indi onu oturub gərək hesablayasınız. Və növbəti şansı qazanırsan və üçüncü şansı da sən təkcə bunu da eləyə bilərsən. Yəni bir şansda oturub burada fırlayıb 100 dollar çıxarda bilərsən. Sən əgər birinizdə 100 dollar çıxartdınsa, ikincidə də 100 dollar çıxarda bilərsən. Bu yəni burada konkret olaraq yazmır ki, sən 100 dollar qazandınsa, sonra yəni 100 qazanmırsan. Məsəl üçün fırladınsa 20 çıxartdınsa, məsəl üçün növbəti şansda da daha başqa bir rəqəm çıxarda bilərsən. Yəni bəlkə sən 3 dənə 100 dollar da çıxarda bilərsən. Bu şey deyil. 3 dənə də 5 dollar da çıxarda bilərsən. Cəmilikdə 15 dollar, 3 dənə də 100 dollar çıxardıb cəmilikdə 300 dollar qazana bilərsən. Yəni burada konkret olaraq hansısa bir limit və yaxud sən bu qədər eləyə bilərsən, eləyə bilməzsən deyə bir şey yoxdur. Burada da növbəti 3-cü taskda 5000 futures eləmək. Bu da çətin bir şey deyil. Kimlər azdan çoxdan tradedən baş çıxırsa bilir. Deməli, bugündən etibarən, bugün 27 avqust, bugündən etibarən sentyabrın 17-sinə qədər davam eləyəcək bu aksiya. Görürsünüz, burada yazır ki, birinci task yazır ki, 300 dollara yaxın spot trade elə. Sırf, məsəl üçün, Ethereum, Bitcoin üzərindən eləsəz daha yaxşıdır və ya Tron üzərindən eləsəz daha yaxşıdır. Sıfır fisi olanlar üzərindən eləməyin, bu sayılmayacaq. Növbəti futures da həmçinin Bitcoin, Ethereum bu üzərindən futures eləyə bilərsiniz. Və həmçinin də burada futures, yəni də əlavə, yəni də 5000 dollar futures trading var. Bunu da eləyə bilərsiniz. Deyir ki, qazanclar 14 gün ərzində balansınıza oturacaq. Daha doğrusu üzr istəyirəm, 14 gün ərzində claim eləyə bilərsiniz. Əslində isə deməli siz qazandığınız bonus 30 saat ərzində sizin, baxın, voucher bölməsi var, Reward Hub, bax, burada göstərir, link elətdir, Reward Hub-a oturacaq. Reward Hub-da 14 gün gözləyəcək ki, siz 14 gün ərzində onu claim eləyəsiniz, götürəsiniz. Yəni, yadınızdan çıxarmayın. Əl elədirsə 30 saat ərzində bonus oturacaq və siz onu Reward Hub-dan claim eləyəcəksiniz. Burada fərqli çıxa bilər. Hal-hazırda ilk başdadır və ilk başda girəndə həmişə yaxşı çıxıb. Ona görə də, yəni, tələsmək daha yaxşı olar. Çünki daha sonra reward azaldıqca daha az, baxın 5 dollarlar çıxır həmişə, yəni mən fikir vermişəm ona. Ona görə də ən başda, yəni tez eləsəz daha yaxşı olar. Çətin bir şey yoxdur, çox sadə bir səhifədir. Binance-dən qeydiyyat keçmək haqqında videolar mənim səhifəmdə var, amma inanmıram ki, buna ehtiyac var. Sadəcə olaraq sign up düyməsini vura bilərsiniz. Bu videonun altındakı linkə keçib sign up-ı vurub qeydiyyat keçə bilərsiniz. Və başlaya bilərsiniz, həmçində trade eləyib həmin bonusları götürə bilərsiniz. Daha sonra trade eləyəcəyiniz və yaxud eləməyəcəyiniz bu artıq sizin öz şəxsi işinizdir və şəxsi riskinizdir. Buna görə mən artıq hansısa bir məsləhət və yaxud belə deyək də məsuliyyət daşımaq istəmirəm. Artıq trade etməməyə davam etmək sizin öz işinizdir. Mən sadəcə olaraq bonus kampaniyasını göstərirəm ki, belə bir bonus kampaniyası var, istəsəz faydalana bilərsiniz.